eşq olsun, hər birinizi salamlayırıq. Göz sevdiyini, könül özlədiyini, quş yuvasını, gül qönçəsini, qul Mövlamını istər hər zaman. Biz isə Mövlamın rüsxəti ilə bunların hər birini istəmək və diləmək eşqindən, eyni zamanda sizi görmək arzusunla bu həftədə sizin görüşünüzə gəldik duyğulu könüllərimizlə. Böyük filosof Əbu Turxan deyirdi ki, bütün insanların yaşadığı iki dünya var. Biri içində yaşadığı dünya, biri içində yaşatdığı dünya. Biri yaddır, biri doğmadır. Biz doğma dünyanıza gəldik, sizin içinizdə yaşatdığınız dünyaya. Gəldik ki, o dünyanızın qapısını döyək və hər birinizə deyək, xoş gördük istəklilərimiz. Nə var, nə yox? Yar yolunda duman nədir, çən nədir, əllərinin hərarəti məndədir. Yar yolunda duman nədir, çən nədir, əllərinin hərarəti məndədir. Dünyaya aləm bütün gözələ dolsun, mənim gözüm, mənim könlüm səndədir. Dünyaya aləm bütün gözələ dolsun, mənim könlüm, mənim gözüm səndədir. Hər möhnətə dözərəm, dözərəm, sına məni, sına yar, sına yar. Əhdə çıxsam vəfasız, vəfasız, onda məni qınayar, qınayar. Bizi bir gün ayrı görsə yağlar, könlüm əli möhnətinlə dağlar. Gündə 100 yol sənə qurban olardı, qorxuram ki, deyəsən çox az olar. Gündə 100 yol sizə qurban olar, qorxuram ki, deyəsən çox az olar. Hər möhnətə dözərəm, dözərəm, sına məni, sına yar, sına. Əydə çıxsam vəfasız, ay vəfasız, onda məni qınayar, qınayar. Ay ışıqlı, göy ulduzlu olaydı, könlüm evi çıraq aldı bu gecə. Ay ışıqlı, göy ulduzlu olaydı, könlüm evi çıraq aldı bu gecə. Nə bir çiçək, nə bir yarpaq solaydı, nə inciv yardan ki sən olaydı. Nə bir çiçək, nə bir yarpaq solaydı, nə inciv yardan ki sən olaydı. Hey, hər möhnətə dözərəm, sına məni, sına yar, sına yar. Əhdə çıxsam vəfasız, vəfasız, onda məni qınayar, qınayar. Bizi bir gün ayrı görsə yadlar, könlüm əli möhnətinlə dağlar. Gündə 100 yol sizə qurban olardı, qorxuram ki, deyəsən çox az olar. Gündə 100 yol sizə qurban olar, qorxuram ki, deyəsən çox az olar. Hər möhnətə dözərəm, dözərəm, sına məni, sına yar, sına yar. Əhdə çıxsam vəfasız, ay vəfasız, onda məni qınayar, qınayar. Yar yolunda duman nədir, çən nədir, əllərinin hərarəti məndədir. Yar yolunda duman nədir, çən nədir, əllərinin hərarəti məndədir. Dünyaya aləm bütün gözəllə dolsa, mənim könlüm, mənim gözüm səndədir. Dünyaya aləm bütün gözəllə dolsa, yenə könlüm, yenə qəlbim səndədir.
Onda məni sınayarsın, ay ay ay. Əhdə çıxsam vəfasız vəfasıyız. Onda məni qınayar, qınayar, ay ay. Bizi bir gün ayrı görsə yanılar. Vəfalısan gözəliyəm. Çəkdim ay ay ay. İmtihana səni aman 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 ay. Kardeşi zamanasın yaman aman 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 ayar. Aman 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 ayar. Ey dağ, ey dağ, yar, 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 yar. Eşq olsun, təşəkkür eləyirik və istəyili tamaşaçılarımız, bax bu gözəl musiqi ilə ovqatınıza bir ovqat qatan qonağımız Oqtay Vəliyev-dir. Ansamblımız isə Mingəçevir şəhərində fəaliyyət göstərən Kür ansamblı. Hər birinizə təşəkkür eləyirik. Çox sağ olun Oqtay müəllim, səsinizə, avazınıza sağlıq. Söz ovqatımızı, şeir ovqatımızı bölüşəcək qonağımız İldırım Əlişoğludur. Mingəçevir şəhərindən bugün bizim verilişimizə təşrif buyurub və mənim sol tərəfimdə əyləşən ən yaxın dostum İlham Əskəroğlu. Sadəcə belə deyirəm, İlham Əskəroğlu. İlham Əskəroğlu həm aşıqdır, həm şairdir, həm vokalistdir, həm müğənnidir, həm xanəndədir. Hansı çalarlarda öz yaradıcılığını, öz fəaliyyətini bizlərə çatdıracaq. O, bugünkü verilişdə özünün seçimindədir. Belə deyirlər ki, insan bir fincan qəhvə kimidir. Bəzən şirin olur, bəzən acı olur. Ancaq əsas məram, məqsəd, önəmli olan o qəhvənin dadında deyil. Məsələ onu kimlərlə içirsiniz, bax ondadır. Biz bugün bu verilişimizin dadını, bu verilişimizin ovqatını məhz sizlərlə bölüşəcəyik və tamaşaçılara da elə sizin vasitənizlə çatdıracaq. Hansı dadı yaşayacaq, hansı ovqatı yaşayacaq. Bax o elə bu gələn qonaqlarımızın özündən və duyğulu könüllərindən asılıdır. Və mən bugün fərqli bir veriliş proqram yapmaq istədim. Türklər demiş, istədim ki, verilişimi elə sizinlə bahəm aparım. Türk kanallarında mən sizi izlədim, proqramlara necə qatılmanızı izlədim və o proqramlarda gözəl çıxışlarınızı görəndən sonra buradan elə sizə telefon açdım ki, arkadaş bizim proqramına vaxt gəlirsiniz və nə gözəl, nə xoş bulduq sizi bu verilişdə, bu görüşdə, bahəm bütün qonaqlarımızla birlikdə. Elə isə deyirəm, görüm siz hansı ovqatla, hansı sovqatla gəlmişsiniz? Bax, söz sizdədir. Buyurun. Valla Çiçək xanım, hər şeydən öncə çox təşəkkür edirəm ki, bax belə bir gözəl şəhərdə, belə bir gün nizami yurdumda yenə qarşılaşdıq. Çünki bundan öncə başqa bizim bölgədə də, Tovuz bölgəsində də qarşılaşmışdıq o birisi televiziyada. Bu televiziyada ilk çıxışımdır və Gəncə televiziyasında, Kəpəz televiziyasında sizə uğurlar, müvəffəqiyyətlər arzu edirəm. O qədər gözəl sorağınız bütün Türk dünyasına, hər tərəfə o qədər yayılmış ki, doğrudan da hər kəs orada mən Maksud qardaşımın proqramındaydım, Maksud Fəryadi. Orada da sizin salamlarınızı getirdi. Çox gözəl, mən də dedim, valla yaxşı olar ki, bizim aşıqlarımız bizim Azərbaycana da gələrdi,
bizim bölgələrə də gələrdi. Bu dəyişmələri, doğrudan keçmiş adət-ənənələrimizi bir göstərəydi bizimlə atışmaları bəli, bir yerdə. Çox uğurludur. Sizin verilişin ruhu gözəldir. Sizin sayənizdə. Çünki o ruhu o qədər balans deyirlər, o qədər belə tənzimləyirsiniz. Ona görə sizə minnətdaram, çox təşəkkür edirəm dəvətiniz üçün bir daha. Biz sizə təşəkkür edirik və növbəti digər qonaqlarımızın da salamlaşmağını qəbul eləyək. İlk verilişin önüncə olan ürək sözlərini qəbul eləyək və siz başınızda nizamlayın, onu ki nizamlayın ki, mən heç bir proqram zadı yapmamışam, heç bir senari qurmamışam. Sırf birbaşa canlı veriliş olaraq elə bilin ki, bax eləcə verilişə girib sizinlə vahəm aparırıq. Buyurun İldırım müəllim, xoş gəlmişsiniz. Sizi də elə türklər demiş, xoş bulduq. Nə var, nə yox. Çox sağ olun, təşəkkür edirəm. Mən xoşbəxtəm ki, sizin Çiçək xanım verilişinizə gəlmişəm, məni dəvət etmişsiniz. Gerçəkdən tamaşaçıların hamısının qəlbində yer tutan verilişdir. Siz istəyənləri tanıyıram ki, onlar bütün əllərində nə iş olsa qoyub sizin verilişə tamaşa edirlər. Hə, bizə yağlarını daşdırmasınlar. Səhər-səhər yağları daşır və sonra evdə arvadla kişi arasında dava düşür. Bərbaşdan deyim ki, mən Yevlaxda yaşayıram. Əslim Qarabağlıdır və istəyirəm mən də tamaşaçılarımıza məni bura dəvət etdiyiniz üçün onlara nətərdimi bir sovqat deyim. Gözün səmasından mavilik alıb, küləyin saçına sığal gətirib, sənin bu dünyada olmağın üçün bu dünya bir gözəl sevgi bitirib. Sev bu dünyanı dostum, sev bu dünyanı. Unutma, bir ovcu göz yaşı dolu, o biri əlində vüsal gizləyir. Səadət bükülü bir ümid payı, nə vaxtsa, hardasa səni gözləyir. Sev bu dünyanı dostum, sev bu dünyanı. Kimə qəm paketi, kiminə sevda, kiminə dərd yükü, kimə toy imiş, əvvəli xoşbəxtlik, sonu xatirə. Deyəsən yaşamaq elə bu imiş. Sev bu dünyanı dostum, sev bu dünyanı. Sizə gözəl bu könül ovqatlı səhər bağışladığınız üçün minnətdarlıq edirəm. Könlünüz var olsun, ruhunuz var olsun. Çox duyğusal bir insansınız və ən azından danışanda İlham bəy duyğulanır, kövrəlir. Gözəl qələm sahibidir, gözəl könül sahibidir İldırım müəllim və o yüzdən mən dəvət elədim. Bəlkə əslində heç İldırım müəllim özünə şairəm də demir. Əsla demir, ancaq gözəl şeylər var. Buyurun Oqtay müəllim, sizin də tamaşaçılara deyilməli yəqin ki, sözünüz olacaq. Çox sağ olun Çiçək xanım. Mən də fürsətdən istifadə edib Ulu Nizami yurdundan bütün Azərbaycanı salamlayıram. Niyə bütün Azərbaycan deyirəm? Çünki sizin bu verilişiniz təkcə bölgələrdə baxılmır. Bəli. Mən bu verilişə Sumqayıtda baxmışam. Bu verilişi adlandırardım ki, Çiçək xanımdan çiçəkli anlar verilişidir bu. Təşəkkür edirik. Təşəkkür edirəm dəvətə görə və bu gözəl sənətkarlarla bir yerdə əyləşməkdən mən də məmnunam, ansambılla bərabər. İnşallah bir gözəl ovqatı, elə çiçəkli ovqatı tamaşaçılarımıza yetirə bilərik. İlham Əsgəroğlu mütəmadi olaraq xarici ölkələrdə olur. Ən çox türk kanallarında, türk televiziyalarının proqramlarına qatılır. Bir Azərbaycan vətəndaşı olaraq, bir Azəri evladı olaraq ilk öncə gələn musiqiniz nə olur sizdə? Valla təbii ki, ilk musiqim həmişə bizim necə ki bu Qarabağ məsələsi həll olunmayıb. Yəni hələ Qarabağ dərdimiz var. Mütləq vətənimizlə bağlı. Sizə salam gətirmişəm Azərbaycan mahnısı. Sonda da təbii ki çırpınırdı Qaradəniz, hər zaman söyləyirəm. Çünki biz yer gəlmişkən onu da söyləyim ki, biz bir ay yarım bundan öncə gözəl millət vəkilimiz Qənilə Paşayeva ilə bir yerdə çox gözəl 8 vilayəti gəzdik və bir sözlə qeyd edeyim ki, Giresun Universitetinin rektoru ilk Azərbaycanlı kökənli olan Ağdamdan, Qarabağdan olan Aygün xanımla tanışdıq, Aygün xanımla tanış olduq. Çünki Aygün xanım çox milli duyğulu, milli qeyrətli bir rektordur, bir qadındır. Mən fəxr elədim orada Azərbaycanlı kimi. Gün o gün olsun, elə bir zaman olsun, sizin televiziya ilə bir yerdə
o bölgələri dolaşaq və inşallah gözəl-gözəl belə qruplarla Azərbaycan nə olduğunu o insanlar qoy yaxından görsün. İlham bəy, istəyirəm ki, bizim qısa bir anons, bir reklam fasiləmiz olur. O ana qədər sizdən bir ifa alaq və sonra söhbətimizi axarınca davam eləyək. Yəqin ki, bir ilk ifanız, bilmirəm, sazdan gələcək, muğamdan gələcək, xalq mahnısından gələcək, vokaldan gələcək. Seçim özünüzündür. Çiçək xanım, düzdür, Nizami Gəncəvinin bir sözü var. Kamil bir palançı olsa da insan, yaxşıdır yarımçıq papaqçılıqdan. Bəzən düzdür, saz ruhunda böyüdük, sazda doğulduq, amma mənim gözəl müəllimlərim olmuşdu, Allah rəhmət eləsin, Lütfi Ərimov və Gəncə torpağının ən gözəl müəllimlərindən birisi burada doğulmuş Mobil Əhmədov mənim müəllim olmuşdu. Onu da yad eləyək və bir Rəşid Beypudovun ifa etdiyi, təbii ki, Rauf Hacıyev yazdığı, bəstələmiş olduğu Azərbaycanımla açılış vermək istəyirəm. Bu Azərbaycan həmişə firavan olsun. Gəlsin bir gözəl ifa olsun. Özün kimi büqarlıdır uca dağları, üstüne bir yaraşıktır yaşıl bağları, bizimle bir başlamıştır güzel çağları. Yurdum yuvam meskenim sen Azerbaycanım, anam doğma vətənim sen Azerbaycanım. Yurdum yuvam meskenim sen Azerbaycanım, anam doğma vətənim sen Azerbaycanım. El bilir ki tükenmeyen servetin vardı, sinen üstü ak pambıklı gen tarlalardı, kurukların göy xəzərdə qatar qatardı. Yurdum yuvam meskenim sen Azerbaycanım, anam doğma vətənim sen Azerbaycanım. Yurdum yuvam meskenim sen Azerbaycanım, anam doğma vətənim sen Azerbaycanım. Yuvam meskenim sen Azerbaycanım, anam doğma vətənim sen Azerbaycanım. Yurdum yuvam meskenim sen Azerbaycanım, anam doğma vətənim sen Azerbaycanım. Yurdum yuvam meskenim sen Azerbaycanım, anam doğma vətənim sen Azerbaycanım. Yurdum yuvam meskenim sen Azerbaycanım, anam doğma vətənim sen Azerbaycanım. Təşəkkürlər. Allah gözəl, çox sağ olun. Yurdum yuvam məskənim sən Azərbaycanım. Günaydın Azərbaycan. Günaydın sevgili seyircilərimiz. Qısaca bir aradan sonra biz yine sizlərlə bir yerdə olacağıq. Bizlərdən ayrılmayın. Bu qısa aradan sonra İldırım müəllim bizim söz ovqatımızı, şeir ovqatımızı yetirmək sizin boynunuza düşür, sizin payınıza düşür. Odur ki, bir şeir axarından davam eləyək. Nədən eləyək, sözümüz nədən gəlsin? Bir azcana biz sizin də bir o duyğulu könüllərinizə azcana toxunaq. İldırım Əlişoğlu gözəl şeirlərin müəllifidir və daim hər kəsdən gizlənən və reklamdan, çəkilişlərdən qaçan, gizlənən fəqət ziyalımızdır. İldırım Əlişoğlu eyni zamanda arzusunda olub ki, bizim proqramın qonağı olsun. Tanrının izni ilə, Tanrının rüsxəti ilə bugün İldırım Əlişoğlu Çiçək xanımın Duyğulu Könüllər verilişinin qonağıdır. Mən sizi tamaşaçılarla baş-başa buraxıram. Buyurun, şeiriniz gəlsin. Tamaşaçılarıma deyirəm, zaman elədi ki, ayrılanlar çoxdur. Bilirsiniz, bu
bunu mən Türk dünyasından da, hər yerdən də, Azərbaycandan da çoxlu qurulmuş ailələr Çiçək xanım tez-tez dağılır. Nə bilim, könüllərə qaranlıqlar gəlir. Mən bunu xalqımız üçün, nə bilim, yaraşmayan hal billəmdə qurulmuş ailələr davam eləməlidir. Mən də həmişə gənclərimizi, qarşımda oturanları, dərs dediklərimdə həmişə sülhə, barışığa səsləmişəm. Ona görə də barışıq haqqında elə bir şeir demək istəyirəm. Bugün hamını barışığa səsləyir. Səsləyirəm, barışığa səsləyirəm. Göynədir ovucumu səndən qalan iz. Sozalır nəğməsi, ölür gecəmiz. Bizsiz yetim qalıb indi küçəmiz. Çağır görüşünə çağır, barışaq. Yaslıdır güllərim, çoxsu gülmür. Onlardan eşqimin qoxusu gəlmir. Gülümsə gözümə yuxusu gəlmir. Çağır görüşünə çağır, barışaq. Dərdim gözlərinin rəngindəymiş. Küsənlər hamısı mən gündəymiş. Ümidim bir telefon zəngindəymiş. Çağır görüşünə çağır, barışaq. Ayrılsaq eşqimiz yaşaya bilməz. Kimsə bizi biz tək oxşaya bilməz. Bu dərdi bir ürək daşıya bilməz. Çağır görüşünə çağır, barışaq. Sevgi dəlisiyəm. Səhvimə dinmə, dönmə o ağırlı günümə dönmə. Sən Allah inadın atını minmə. Çağır görüşünə, çağır, barışaq. Mən bütün könülləri, sevənləri barışığa səsləyirəm. Onlara xoşbəxt həyat arzulayıram və sizin bu verilişinizdə inanıram ki, onları həmişə birliyə səsləyəcək. Gözəl ovqat gətirəcək. En azından duyğulu könüllərin otellərinə toxundunuz o şeirinizlə. Ümidi bir telefon zəngində olan neçə insanların otelinə toxundu o misra. Var olun, axarınca şeirlərinizi deyə bilərsiniz. Ancaq Oqtay müəllimlə bir balaca bir gəzişmə, söhbət gəzişmə salaq. Oqtay müəllim, Mingəçevir şəhərində yaşayırsınız. Bu səs, bu avaz hardan gəlib, hardan qaynaqlanıb, müəllimləriniz kim olub və Mingəçevir şəhərinə elə bizim bax bu proqramımız vasitəsilə nə ismarışlarımızı göndərək sizin dilinizdən gəlsin. Çox sağ olun Çiçək xanım. Mingəçevir şəhərini bilirsiniz ki, Nur şəhər adlandırırlar. Bax, o Nurlu şəhərdən salamlar gətirmişəm. Buradan da o Nurlu şəhərin bütün tamaşaçılarını salamlayıram, bütün Azərbaycanı salamlayıram və sizi inandırıram ki, sizləri Mingəçevirdə hamı tanıyır. Şəxsən Çiçək xanımı hamı tanıyır. Biz ola bilsin ki, bir aydan bir, 2 aydan bir, məsələn İlham müəllim, İldırım müəllim, mən bu verilişə gələk, amma Çiçək xanımın hər verilişi izlənilir və o nurlu Mingəçevirlilər sizi sevirlər. Təşəkkür ederim. Nurlu könüllülər şad olsun. Buradan Çiçək xanım, bax bu üzününmü, könlününmü, necə deyim, öz dünyasının nurunu, işığını göndərir. Bütün bizi seyr edən tamaşaçılara və eyni zamanda Nur şəhər olan Mingəçevirdə bizi izləyən hər bir tamaşaçımıza və Mingəçevir şəhərində yaşayan bütün dostlarımıza salamlarımı göndərirəm. Oqtay müəllim, sualımın içində azcana açıqlamalar lazım idi. Hə, hal-hazırda onu deyim ki, mən elə Mingəçevir şəhərində İncəsənət məktəbində müəllim işləyirəm. Bizim İncəsənət məktəbinin bütün pedaqoji kollektivi dərsi buraxıb bu verilişi izləyir. Hal-hazırda bizi izləyirlər. Kim bizi izləyirsə salamlarımız olsun. Təşəkkür. Və siz özünüz bu sənətə gəlişinizdə kimlərdən bəhrələnmisiniz, müəllimləriniz kim olub və bu səsiniz, avazınız hardan qaynaqlanıb, hansı bulaqlardan, hansı çeşmələrdən götürüb ilk mənbəyini? Bizim də kökümüz gedir Qarabağa çıxır. Bəli. Yəni, bəzən deyirlər Kürün suyu lillidir, onun içində səs olmaz, amma yox. Elə Kürün suyunda da səs var. Təmiz vaxtına düşür yəqin. Yəqin təmiz vaxtına düşür. Və nəslimizdə, kökümüzdə də musiqistlər olub bizim. Babamız xanəndə olub. Özdə elə bir xanəndə ki, xan əmi ilə münasibəti olan bir kişi olub. Yəqin oradan gələn səsi də bu nəsillikcən gendən gələn bir şeydir. İndi Oqtay müəllimlə bu dəm nə gəlir? Bu səsdən, bu avazdan nə gəlir bizim tamaşaçılar üçün? Bir lirik, mən bilirəm ki, siz xalq musiqisinin çox böyük vurğunusunuz. Musiqi qidadır hər bədənə,
rəhmət onu bizlər üçün qoyub gedənə, əhsən onu sizin kimi xalqımıza bax belə gözəl şəkildə bəxş edənə. İstərdim bir Qaragilə mahnısı ifa eləyəm. Nə gözəl, nə gözəl, eşq olsun. Gelmişəm otağına, oyadam səni, Qaragiləm, oyadam səni. Nə gözəl xəlq eləyib yaradan səni, Qaragiləm, yaradan səni. Götürüb mən qaçaram aradan səni, Qaragilə aradan səni. Qızayal güləzli, səbrim kəsdi, sil gözün yaşın, Qaragilə ağlama bəs, sil gözün yaşın, Qaragilə ağlama bəsdir. Gəncənin küçələri dolamba dolan, ay balam dolamba dolan. Sən ki məni sevmədin, get ayrı dolan, Qaragilə get ayrı dolan. Nə mənə qız qəhətdir, nə sənə yolan, ay balam, nə sənə yolan. Ağac olaydı, yolda yandıraydı, ağac olaydı, yolda yandıraydı, sen gelen yola, Qaragilə kölgə salar. Sen gelen yola, Qaragilə kölgə salaydı. Ay dediler, əhdini danır o ceylan, dedim yalan olar, mən inanmadım. Dediler əhdini danır o ceylan, dedim yalan olar, mən inanmadım. Dediler qış gəlir, qayıt bu yolda, əsti yel yağdı qar, mən inanmadım. Anam. Dediler gel unut o gül yanağı, dedim ki sineme çəkməyin dağılacaq. Dediler gel unut o gül yanağı, dedim ki sineme çəkməyin dağı. Dediler
Dediler toydur bu akşam çalı, dindi tar, çaldı saz, ben inanmadım. Elə o gündən qəlbimi dəhli sıxsa da, o gündən qəlbimi dəhli sıxsa da, özgə bir yar gözəli salmadım yada. Günahkar sən oldun, ay qız dünyada. O günlər heç kimə mən inanmadım. O gündən qəlbimi təhli sıxsa da, özgə bir gözəli salmadım yada. Günahkar sən oldun ay qız dünyada. O günlər heç kimə mən inanmadım. Yar canar, ay canar, ey aziz mənə. Geceler yuxusuz doymusan beni, öyrənə bilmirəm ürək seni. Geceler yuxusuz doymusan beni, öyrənə bilmədim ürək seni. Unutma çətin gözəlim səni, unutma çətin gözəlim səni. Gəl gizlətmə məndən sən öz sirrini, sevirəm, sevirəm təmiz eşqini. Gəl gizlətmə məndən sən öz sirrini, sevirəm, sevirəm təmiz eşqini. Mən ilham alıram incə səsindən, qəlbləri yoxşuyan xoş nəfəsindən. Mən ilham alıram incə səsindən, qəlbləri oxşuyan xoş nəfəsindən. Bilmirəm eləsən yoxsa nəsən sən, bilmirəm eləsən yoxsa nəsən sən. Qəlbimin evində şahlı gedirsən, qəlbimin evində şahlı gedirsən. Könlümün evində şahlı gedirsən, qəlbimin evində şahlı gedirsən. Gəl gizlətmə məndən sən öz sirrini, sevirəm, sevirəm təmiz eşqini. Gəl gizlətmə məndən sən öz sirrini, ay balam, sevirəm, sevirəm təmiz eşqini. Eşq olsun. Gizlətmərik əsla öz sirrimizi. Çox sağ olun. Gözəl musiqinin axarında İlham Əsgəroğlu ilə söhbətimizi davam elətdirəcəyik. İlham bəy, musiqi ruhun qidası, canın dərmanı. Musiqi qəlbin, eşqin, tanrının dili, musiqi hisslərimizin simfoniyası. Və istənilən bir musiqi ifa olunanda elə bil ki, doğrudan da müalicə olunuruq. Qədimdə Çinlilər, Misirlilər adətən insanlara resept yazmazdılar, musiqi ilə müalicə edərdilər. Bura qədər verilişi mən gətirdim, buradan belə İlham Əsgəroğlu aparsın. Valla o qədər verilişiniz, proqramınız gözəldir ki, Çiçək xanım. Yəni bir verilişin ruhu gözəl olanda, istər-istəməz o ruha köklənirsən, istər-istəməz o yüksəklikdə qalırsan, sanki şair qəlbimi deyim, sənətçi qəlbimi deyim. İnsanlar da o ruhda bir daha fəxr edirlər ki, mən bu musiqi mənimdir. Mən o musiqinin içərisində öz ruhumu duya bilirəm. Onun üçün valla siz o qədər proqramınız gözəldir və tək Azərbaycanda deyil, Azərbaycandan kənarda da o qədər xoş soraqlarını mən eşitdim. Çünki Çiçək xanım, üzünüzə demək olmasın, siz proqramın o ruh ahəngini tutursunuz. O ruh ahənginə uyğun hər proqramın, hər mahnılarını, bax belə gözəl mahnılarımız, bax o qədər gözəl mahnılardır, çoxdan eşitmədik. O qədər gözəl bir ruhu tutulur ki, sanki Azərbaycanda da çox gözəl qarşılanır və Türkiyədə, Türk dünyasında da deyirlər, nə olardı biz tərəflərə də bir gələrdiniz, bizim
o ruhu bizlərə də yaxından çatdırardınız. Mən bütün bu yaradıcı heyətimizi götürüb inşallah, İnşallah. Türkiyəyə apararam və gedib orada bir gözəl proqramlar yaparım. Çox gözəl olar, çox gözəl olar. Çünki gözəl qardaşımız Maqsud Fəryadinin də gözəl bir proqramı var. Maqsud Fəryadi dəvət etdi bizi, proqramlarına dəvət etdi. İnşallah, yəqin ki, üzü havalar istiləşincə, üzü Novruza doğru, yaza doğru, yaya doğru olarsa biz yaradıcı heyətimizlə bir o Türk dünyasına da səfər Tək o proqram deyil. Məsələn, TRT-nin özündə Türk dünyasından bağlı bizim yaxşı layihələrimiz, projelərimiz nəzərdə tutulur. Yəni, Türk dünyasından bağlı belə proqramlar, belə ruhlar o insanları çəkir özünə. Çünki istər-istəməz o özünü duyur orada. Yəni, o keçmiş musiqisini oxumayanda istər-istəməz o keçmişə qayıda bilmir. Amma onu duyanda deyir, ha, nə gözəl. Yəni, mənim dədə-babam bu ruhda böyütdü məni, mən də o ruhda qalım. Amma gənclərimizi də bu ruhda qalmasını istərəm. Çünki bir məsəl var, deyir, keçmişə tapança ilə güllə atsan, gələcək səni topa tutar. Çünki bu keçmişi elə eləmək lazımdır ki, keçmişimizi duyaraqdan, necə ki sizin verilişinizdə bu ruhu duyuruq. Keçmişimizi bugün yaşatmaqla gələcəyə ötürməliyik ki, gələcək nəsil bizdən yararlana bilsin. Bu bizim boynumuzun borcudur. Və biz bu missiyanı daşıyırıq. İlham Əskəroğlu, bax bu qara sazın köynəyindən doğulmuş, Tovuz bölgəsində anadan olmuş, dost doğmaca öz yerimiz, həm yerlimiz, yəni belə eldir desək, bir köynəkdə bizə yaxınsınız. Qardaş. Hüseyin Arif demişsən, Allah rəhmət eləsin. Nə fərqi var ki? Yox, Azərbaycanı heç zaman bölməyək. Çünki Azərbaycan bir yerdə saz ruhudur, bir yerdə muğam ruhudur. Bir yerdə, məsələn, deyək ki, oynaq torpaqdır, Şirvan torpaqdır, o gözəlliyi var. Amma təbii ki, saz ruhu Gəncə Qazax bölgəsində və Borçalı bölgəsində daxil olmaqla, Göyçə, indi mahalını demirəm, Kəlbəcər, Göyçə, o tərəflər, yəni bu saz ruhu bu bölgələrdə çox yaşadı. Yəni, mən sazda doğuldum, saz ruhundan gəldim. Sonra, nə bilim, Talih Qismət İncəsənət Universiteti, konservatoriya, nə bilim, belə getdik. Yəni, başqa-başqa axarlara düşdünüz, başqa-başqa kanallarla müxtəlif səviyyədə bu musiqi aləminə xidmət eləməkdədir. Sazı sinənizə hələ bir basmamışdan öncə, dinləndirməmişdən öncə İlham Əskəroğlu, bax, bu saz sinəsində, bu Tovuz ellərində böyüyüb, boya başa çatdığı bir halda. Qardaş, bu Azərbaycan kanalları sizə yetmirmi ki, elə hey Türk kanallarında yapırsınız bütün proqramları? Vallahi, mənə belə bir şey deyim. Çünki bizim müəllim həmişə deyərdi ki, bizim müəllimlərin çoxu, yaxşı sənətkarları, mən özümə necə sənətkar deyə bilmərəm, onu xalq deyə bilər. Yəni, gözəl sənətkarlar hər zaman özünü gözə soxmağı, yəni necə deyəm, belə nəsə harasa getməyi öz qınına çəkilir. Sevmirlər. Bilir ki, onun qəlbində, ruhunda bu musiqi var, kimsə onu görəcək. Zər qədrini zərgər bilər məsələsi var. Amma bəzi sənətkarlar demirəm, hamısını dırnaq arası demirəm. Elə sənətkarlar var, orada üzdülük, məsələn, girib çıxmaq o yerlərə, bəzi yerlərə, bax, belə bir sənətkarlar təbii ki, artıq göz önündə olur, televizorlara çıxır və xalq da onları tez-tez görür. Yəni, mənim fikrim budur. Çünki elə olmazsa, o toylarımızdakı adət-ənənələr yerinə qayıtsın. Çünki bəzən ağsaqqallar olurdu, müəyyən hər kəsin öz sözləri olurdu, musiqilər olurdu. Bax, bu verilişdə nəyə görə sizin veriliş daha çox sevilir? Çünki orada ruhunu duya bilir. Bəli, xalqın ruhuna yaxındır. Bəli, ruhuna yaxındır. Xalq özünün istədiklərini bizim verilişimizdə. Təbii ki, təbii ki. Hamısını da olmasa tapdığına görə və ona görə tamaşaçılarımız çoxdur. Amma mən inanıram ki, indən belə də gözəl bu aşıqlarımızı dəvət etsək. Mən orada Maqsud bəyə də dedim, Mürsəl Sinanla da görüşdüm, bir neçə sənətçi Bayram Dənizoğlu. Buradan salamlarımızı yetirək, onlar... Bəli, elə biz də buradan Türk qardaşlarımıza salamlarımızı yetirək. Təbii ki, internet üzrə bizim proqramları onlar izləyirlər. Seyr edilir. Mən də məxsus olaraq elə Maqsud Qocaya, Maqsud Fəryadiyə, böyük Türk ozanına salamlarımı göndərirəm. Və qısaca bir aradan sonra bu sazı sinənizə basmısınızsa, sizdən bir ifa alacaq. Qısa bir fasilədən sonra biz saza qayıdacaq. Bizdən ayrılmayın. Çiçək xanım, sizə bir sürpriz olaraq mən çox istədim. Ceyranım şeiri çox sevdim. Sizin şeirlərin hamısı gözəldir. Amma bu ceyranlar gözəldir də. Siz də o ceyranların içərisindəsiniz və sizlərə bu ceyranın mahnısından saz havası üstündə bir balaca hədiyyə edək.
aşıqsan bizim elə, gəlmə gözən acıqanım. Sən bəzəksən 100 il belə, saza sözən acıqanım. Sən bəzəksən 100 il belə, saza sözən acıqanım. Ceyranım acıqanım, küsmə məndən acıqanım. Mən küssəmdən eybi yoxdur, sən küsmə gəl acıqanım. Bu dünyadan biz kam alaq, könlümüzə layla çalaq. Qınasalar möhkəm olaq, dözə dözə, ay ceyranım. Əhtin dolar baxça bağa, qoymaram gözdən uzağa. Əhtin dolar baxça bağa, qoymaram gözdən uzağa. Qəsd eyləmə mən yazığa, üzə acıqanım. Qəsd eyləmə mən yazığa, üzə acıqanım. Ceyranım acıqanım, küsmə məndən acıqanım. Mən küssəmdən eybi yoxdur, sən küsmə gəl acıqanım. Əlini qıymaram elə, əlini qıymaram elə, dolayalar incə belə. Əlini qıymaram elə, dolayalar incə belə. Çiçək qalsın səndən belə, gəzə-gəzən acıqanım. Çiçək qalsın səndən belə, gəzə-gəzən acıqanım. Ceyranım acıqanım, küsmə məndən acıqanım. Mən küssəmdən eybi yoxdur, sən küsmə gəl acıqanım. Ceyranım acıqanım, küsmə məndən acıqanım. Mən küssəmdən eybi yoxdur, sən küsmə gəl acıqanım. Çiçək qalsın səndən belə, gəzə-gəzən acıqanım. Çiçək qalsın səndən belə, gəzə-gəzən ay ceyranım, ceyranım. Ay, çox sağ olun, Aşıq İlham. Çox sağ olun. Təşəkkür Valla aşıq deyirsiniz Çiçək xanım. Aşıqlıq çox müqəddəs addır. Çünki aşıqlıq hər sənətkar bu aşıqlıq adıdır. Aşıqdır, ozandır, dədədir, varsaqdır. Bunlar hamısı tarixən verilmiş titullardır, adlardır. Çünki hər bir bu saat hal-hazırda deyək ki, bizdə o dəyişmələr, qıfılbəndlər, təcnislər, dodaq dəyməzlər, aşıqların qarşı-qarşıya dəyişməsi yox kimi qalmış. Çünki o keçmişdə qaldı. Yəni keçmişdə Aşıq Ələsgərin dövründə Abbas Tufarqanlıdan bəri deyək ki, o dövrdə bizim adət-ənənələrimizdən xatırlayıram. Aşıq Əhbəri xatırlayıram, mən Aşıq İmranı xatırlayıram, Aşıq Kamandarı xatırlayıram, Hüseyn Saraçlıyı xatırlayıram, Azaflı Mikaili xatırlayıram. Canlı bizim məclislərə gəlib məclis keçirərdilər, dastan danışarlar. Bilmirəm, tələbatmı necədir, nə cürdür, amma bu öz gözəl adət-ənənəsindən yaşamalıdır. Çünki Türkiyənin özündə məsələn qarşı-qarşıya dodaq dəyməz təcnis və qarşı-qarşıya dəyişmələr var, atışmalar var. Siz özünüz bilirsiniz. Amma mən çox istərdim ki, gələcəkdə bizim o aşıqlarımız, Türkiyədəki olan aşıqlar bizim aşıqlar qarşısında çıxış edib atışmaları ortaya çıxardalar. Bizimkilər də baxalar, bəlkə doğrudan da bizimkilərin bəzilərində də var. Sadəcə olaraq o adət-ənənəyə üzə çıxmadığı üçün, yaşatmadığı üçün ya Azərbaycanda bir dastan teatrı mı yaradılsın? Çünki o dastan teatrı yaradılarsa istər-istəməz İncəsənət Universitetini qutaran o aşıqlıq fakültəsində olan tələbələr istər-istəməz o teatra gedib folklor teatrı, necə ki muğam teatrı var, musiqili komediya teatrı var, dram teatrı var, opera teatrı var. Yeri gəlmişkən onu da söyləyim ki, Üzeyir bəy özü
Koroğlu operasını Aşıq Mirzənin yanında oturaraq Tovuzda o Aşıq Mirzə Əsəd var idi. Onların yanında oturaraq bu Koroğlu operasını o ladda, Aşıq ladında yazıb Koroğlu operasını ərsəyə gətirib. Yəni aşıqlıq sənəti, saz sənəti çox dərin sənətdir. Sadəcə mənim hərdən aşıq deyirlər, amma biraz mən aşıqlıq gərək doğruldum. Çünki vokal, klassik musiqi və sazın sintezi yolunu götürmüşəm mən. Belə bir əsərlər yazılarsa, təbii ki, onun içərisində sazı istifadə eləmək olar. Amma bunu da tənqid eləmək doğru deyil. Çünki ya sırf aşıqlıq, bu saat bir neçə aşıqlarımızı da söyləsələr, hər biri 30-40 hava bilər. 72 klassik aşıq havası var. Çünki saz bölgəsində siz də bildiyiniz kimi onları bilməyən, dastanları bilməyənə necə aşıq deyək? Çünki bir ifaçı aşıq var, yaradıcı aşıq var. İfa eləməklə bu sadəcə ifaçı olur. Amma mən yenə dediyim kimi sahəm klassik musiqi ilə sazın, folklorun sintezi yolunda bax belə yol götürmüşəm. Bəli, siz çox gözəl yoldasınız və biz bundan verilişimiz boyunca da dəyərlənəcəyik. Elə doğrudan da elə verilişi mən bilirəm ki, elə özünüz aparmalı olacaqsınız. Yox, estağfurullah. Mən qonağam. Ancaq nə demək istəyirdim? Siz burada eksprompt olaraq mənim şeirimi oxudunuz və mən adətən gələn qonaqlara izin vermirəm mənim şeirimi oxumağa. Siz birdən-birə yarandı və məndə də təəccüb doğurdu ki, nədən mənim şeirim, hardan mənim şeirim, hardan götürmüsünüz bu şeiri. Ancaq mən sizi Maqsud bəyin proqramında çox gözəl aşıq mahnılarını yetirdiyinizin şahidi oldum. Əslində o gözəl aşıq musiqilərimizi, o gözəl mahnılarımızı sizdə axarınca almaq istəyirik və özünüzü də o ruha köklüyün. İldırım Əlişoğlu'nun iki qatar söz payını alaq tamaşaçılarımız üçün. İldırım müəllim, nədən şairlər belə kövrək olur? Mən elə bilirəm ki, şair kövrək olması heç şair ola bilməz. Çünki yazılan şeir, sənət bir ilahi vergisi deyirlər ona. Bir də deyirəm, həyatdakı hər hansı bir hadisə ona dəyməsə o yazmır. Məsələn, dərhal onun hisslərində, orada o lirik növün xasiyyətini də verirlər ki, orada fərdi duyğu var. Heç kəsin görmədiyi, amma təkcə sənin hissi elədiyin şeyi, yaxud hamının gördüyünü sən öz gördüyün sayaq, əks elətdirmə. Bax, buradan kövrək olurlar şairlər. Kövrək insansınız İldırım müəllim? Əlbəttə kövrək insanım, çox kövrək. Niyə danışdıqca gözləriniz doğru? Nə bilim, vallah bilmirəm, elə nəsə var da, bilmirəm. Xarakterinizdə. İldırım müəllim, deyirsiniz ki, yəni şeir yazmaqda o sarı simə mütləq toxunmalıdır ki, yəni ki, o şeir yaransın. Olurmu ki, şeirlərinizi yazan məqamda, yəni yazıb qurtarandan sonra bir doyunca ağlayasınız ki, ürəyimi boşaltdım bu şeir. Vallah mən deyirəm ki, mənim şeirlərimə indi baxmışsınız orada, əksəriyyətində deyək ki, bir yurt kədəri, vətən kədəri, lap o kədərlə belə, mən sizə demişəm, hətta məni belə ad gününə çağıranda da istər-istəməz adamın qəlbindən o keçir. Mən, məsələn, duya bilmərəm ki, məsələn, biz hər yanda nəsə olsun, Azərbaycanın başında nəsə olsun, amma siz Çiçək xanım onu qəlbinizdən keçirməyəsiniz. Yəni bir yazar kimi. Mən də o cümlədə, mən elə bilirəm. Başqa cür, o nətər deyim, o belə bizə yaraşmayan ola bilər. Mən belə bilirəm. Kövrəkli mən həmişə uşaqlarla işləyirəm. Canım, ölümüm uşaqlardır. Onları çox sevirəm. Çox sevirəm uşaqları və orada da mənim o kitabımda da hazırladığım tələbələr var. Onlar, məsələn, gündəliyini qarşıma qoyanda müəllim, bura bir söz yaz. Adi söz yaza bilmirəm. Nəsə görürsən ki, bir söz alınıbdır. Sonra görürəm ki, pis söz deyil. Yəni, onu, deyək ki, ithaf şeiri kimi qiymətləndirsələr də, mən görürəm ki, orada o ithafa aid olmayan, deyək, ona yaraşmayan, daha yaxşı xüsusiyyətlər var mənim yazılarımda. Yəni ki, şagirdlərinizə də bir ürək sözünü yazanda, bədahətən nəsə gəlir. O olmasa onu yazmaram, heç vaxt yazmaram. Bu dəm nə gəlir İldırım Əlişoğlu'ndan? O sarı simə toxunan şeylərdə. Gülüşünü tök üstümə otağım qızsın, nəfəsini əsirgəmə yatağım qızsın, sığalını özləməkdən telim töküldü, qolum boynumdan küsəndən belim büküldü, acıların naxış vurur yuxuma indi, həsrətini yazdırıram yaxama indi, gözlərindən əsən sazaq içimi kəsər, cığırımız ayrı düşsə, dizlərim əsər, ömür elə uzun deyil, duraq dincələk, həyat bilet ayırmaz ki, yenidən gələk, əlimi tut, yaşayaq bəlkə, birgə girək dərd altına,
daşıyaq bəlkə. Əlimi tut, yaşayaq bəlkə. Şeirləri də özü kimi Çox gözəl, çox duyğulu və kövrəkdir İldırım müəllimi. İldırım müəllim, deyirlər insana gülüş yaraşır. Yəni belə bir şeir də var. Nə qədər yaraşır insana gülmək. Allah rəhmət eləsin. Yazıq o şəxsə ki, qara qabaqdır, nə qədər yaraşır insana gülmək. Bəli, Mikail Müşfiqə rəhmət. Bəs nədən biz ağlayanda saflaşırıq, duruluruq, paklaşırıq? Elə insanlar var ki, göz yaşları ona çox gözəl yaraşır. Bilirsiniz, mən elə bilirəm ki, biz ağlayanda özümüz oluruq. Allah bizi heç vaxt kədər, ağlatmasın bizi. Çünki orada biz özümüz oluruq. Özümüz oluruq, özümüzü göstəririk, özümüzü sözlərimizlə, halımızla veririk. Məsələn, dostlara yanğımız da orada üzə çıxır. Gülüşdə də yalnız gülüş toy günləri olsun, xoşbəxtlik günü olsun. Və yurdumuzun üstündən elə bilən bu bəlalar geçsə, həmişə üzümüz gülər inşallah. Və sizin verilişinizdə belə gözəl kövrəklik var. O kövrəklik də insanları bura cəlb eləyir. O da mənim içimdən gəlir. O da sizin içinizdən gəlir. Gerçəkdən içinizdən gəlir. Millətimizə, xalqımıza sevginizdən gəlir. Təşəkkürlər. İldırım müəllim, insanlardan qaçdığınız, qorunduğunuz məqamlar olurmu? Yoxsa sevgiləriniz çoxdur insanlara? İnsanları mən çox sevirəm, gerçəkdən sevirəm. Qapıma gələn hər bir kəs üçün mənim qapım həmişə açıqdır, məni tanıyırlar orada. Bütün, belə deyim, istəyənlər, istəməyənlər məni bilirlər. Axırıncı qəpiyimə qədər dostdan, yoldaşdan əsirgəyə bilmərəm. Canımı, ürəyimi. Yaşamaq nədir ki sizin anlamınızda? Yaşamaq, mən bilən, həyatda iz qoyub getməyi bacararaq yaşamaqdır. Səssiz, sədasız o qədər yaşayıb gedənlər var ki, nəsə bir xeyir vermirsənsə, bir insanı sevindirmirsənsə, nə bilim, sənin gördüyün iş kiməsə xeyir gətirmirsə, heç o yaşamaq deyil, mən elə bilirəm. Yaşamaq həm də o deyir, yanmaqdır. Yanasan gərək, bəxtiyarımız deyir. Bax belə, yaşamaq budur. Nəyəsə yanırsansa, siz şeir üstündə yanırsınız, söz üstündə yanırsınız. Mən gerçəkdən deyirəm, siz sənətimizi qoruyursunuz. Ha vaxtsa, belə deyək də, bu kimsə bir kitab yazacaq. Bəlkə də bu bölgə televiziyalarından ya ümumi televiziyalardan. Onda sizin verilişiniz üzünüzə görə demirəm. Həmişə qeyd olunacaq. Belə qızılsız. Yox, təkcə mənim verilişim yox, ümumilikdə bizim hər verilişimiz deyək, hər saatımız, hər günümüz, hər anımız, hər dəqiqəmiz özü bir tarixdir. Düzdür. Hər bir insan özü bir tarixdir, hər bir insan özü bir kitabdır və hər bir insan öz kitabını yazır, öz kitabını, öz tarixini yapır. İnsanlardan çoxmu qorunursunuz İlham bəy? Xəyallara daldı, getdiniz nəsə, uzaqlara getdiniz. İnsanlar bu saat belə çox sənətdə də çətindir, amma insan çox çətindir. Yüksəl, Səməd Vurğun deyirdi, Allah rəhmət eləsin. Yüksəl fəqət insanlığa pis gözlə baxanlar dünyada bir ad qoysa da insan ola bilməz. Çünki insanlıq çox müqəddəsdir. İnsan sənətkar deyirlər. Məsələn, gözəl sənətkardır, amma insanlığı heç bir şeydir, deyirlər, müəyyən anlarda. Amma elə həm insan sənətkardır, həm sənətkardır, həm insandır. Bu çox gözəldir. Çünki insanların qəlbini oxşamaq çox gözəldir. Deyir, adam var, adamların naxşıdır. Adam var, heyvan ondan yaxşıdır. Mən açıq şəkildə deyirəm, bu Abbas Tufarqanının şeiridir. Bu şairdir, yazmış, atalar məsəlkidir. Adamların xarakterini verir. Adam var, adamların naxşıdır. Adam var, heyvan ondan yaxşıdır. Adam var, dindirərsən can deyər. Adam var, dindirməsən yaxşıdır. Mən indi aşıqların misalını çəkirəm. Amma insanlıq çox müqəddəsdir. Ən fövqüdə, zirvədə duran bir... İnsanlığımız ən ali məqamdır. Çatmaq istədiyiniz məqam hansıdır? Valla mən hələ axtarışdayım, nə qədər deyirlər. Çünki mən Orta Asiyada da çox oldum. Türk dünyasının dərviş adı verildi. Mesela Atatürk Mərkəzi tərəfindən bizə. Çünki sazla, sözlə, klassik musiqi ilə 10 dildə deyək ki, Özbəkcə, Qazaxça, başqa dillərdə mahnılar öyrətdilər, oxuduq insanlarla bərabər. Yəni indi növbəti TRT-dəki o projemiz də təbii ki, Türk dünyasından bağlı olacaq. Və nə bilim, hələ ki axtarışdayam. Bircə ondan razıyam ki, özümdən narazıyam. Eşq olsun. İldırım müəllim, çatmaq istədiyiniz məqam nədir? Hansı məqamdır, hansı məkandır? Mənim çatmaq istədiyim məqam insanlara yetəri qədər köməyim dəyib, belə deyirəm. Amma məsələn, çatmaq istədiyim məqam heç olmasa bir sözüm, bir şeirim xatirələrdə qalsın, yaddaşlarda qalsın. Heç olmasa
sevilə bilim belə. Olurmu ki şeiriniz dildə, ağızda yaşasın, ya bu qara saza yüksəlsin, oxuyurlarmı şeirlərinizi? Belə, mən çox, belə deyək də, üzdə adam deyiləm. Məsələn, mən deyək ki, yazdığım yazılardan alıb götürənlər olub məndən, aşıqlar alıb, nə bilim. Amma mən izləməmişəm ki, görüm nə tər olur. Ancaq elə sizi bu veriliş axarınca o gözəl şeirlərinizi almaq mənim könlümcədir. Mənim könlümcədir. Bu məqam bizim heç söhbətə qoşulmayan Oktay müəllimdən, yəqin ki, Oktay müəllim sözünü musiqisi ilə deyəcək. Eləm, yoxsa sözünüz var Oktay müəllim? Axarına qoşulmağa, buyurun. Yaxşı sözə qulaq asmaq həmişə lazımdır və mən də burada doğrudan da çox gözəl sözlər eşidirəm. Çatmaq istədiyiniz məqam sualı verdiniz. İlham müəllim çox gözəl dedi ki, axtarışdayam. İnsan çatdığı məqamdan razılaşmır, ondan yuxarını. Orada çatır, ondan da yuxarı. Arzu nə yaşayır? Quş qanadla uçar insan dilə ilə, yatır hər ürəkdən min arzular. Tub əlimizdən aparır bizi, arzular, şirin arzular. Arzu qutaranda ömür qutarar. Ona görə də arzu o qədərdir ki, çatmaq istədiyimiz məqamı heç görə bilmirik. Amma belə boylandan tapanmıram. Bəlkə buraya ilə tapdım, nə bilim, bir-iki mahnı. Çatdırmaq istədiyiniz musiqi nədir, mahnı nədir, ifa nədir? Bax, o gəlsin bu da. Xalq musiqisidir. Çiçək xanımla bağlıdır. Bəh, 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 bəh. Mahnı da mənimlə bağlıdır. Çox gözəl. Eşq olsun sizə. Bu proqram mənə həsr olundu belə çıxır. İlk dəfə, gələn dəfə gələndə Könlümü qanədi boynadan afət. Ey könlümü qanədi boynadan afət. Bir gün mənə rəhm eyləyəcəksən nəhayət. Deyirəm düz söyləmiş əllər ki, düz söyləmiş əllər ki, vəfa umma gözəldən. Daş qəlbli canan nə bilər nədir məhəbbət. Ay balam, ay balam, ay balam, ay. Deyirəm gülzarı dolan, gülşəni gəz, gülləri seyrət. Ay gülzarı dolan, gülşəni gəz, gülləri seyrət. Bir gül yaradıbdırmı, tikansız bu təbiyyət. Düşmən bizə qəsd eləsə, düşmən bizə qəsd eləsə, təəccüblü olmaz. Dəhşətli olar, dost eyləsə, dosta xəyanət. Baxırsan mənə, yana gülümsəyib
Yana gülümseyip baktına çiçek, bakıp yüreğimi yaktına çiçek, ben sanatlara attına çiçek. Çibillər oyunlar, ne çayan açılıb sonuma günlər, ne çayan açılıb sonuma günlər. Demək ki yadımdan çıxdılar, demək ki yadımdan çıxdılar çiçək. Axı yüreğimi yaktına yaşar, niye gülümseyip baktına çiçek. Parladı parpar, Kazarın sinası parladı parpar. Yarasıp titredi, sasladı şallar, yarasıp titredi, sasladı şallar. Gönlüme melekten aktına çiçek, gönlüme melekten aktına çiçek. Niye gülümseyip baktına çiçek, sanatlara baktına çiçek, niye gülümseyip baktına çiçek. Ay beni yadlara baktına çiçek. Eşq olsun. Teşekkür edirik Oktay müəllim. Çox sağ olun. Bu gözəl ifanız üçün. Hər halda gülümsəyib baxdı çiçəyə, sizi odlara yatıb belə gözəl ifalar aldı. Pis bir iş görmədi ki. Çox gözəl, çox Teşekkür edirik. İldirim müəllim, bu musiqilər sizi hansı ovqata köklədi? Məni yaradıcılığa, yazıb yaratmağa, qəlbimdən şeir söyləməyə, belə gözəl verilişdə şeir söyləmək mənim üçün xoşbəxtlikdir. Hardasa elə bil ki, biraz könlünüzü yəqin ki, ovuda bilərik, ruhumuzu oxşaya bilərik. Heç demədiyiniz dərəcədə, heç hiss eləmədiyiniz dərəcədə, o qədər. Fikirləşirdinizmi ki, bəlkə də yerinə düşməz bu sualı demək. Siz Çiçək xanımı görəcəksiniz, onun verilişində olacaqsınız. Heç vaxt, fikirləşmirdim. Çox arzuluyurdunuz. Həqiqətən arzuluyurdum, gerçəkdən arzuluyurdum. Və mən bəlkə Oktay müəllim, biraz da bu etirafdan biraz etiraf eləyim deyim, təvəzzükarlıqdan biraz uzaq olar. İnandırım sizi Mingəçevir şəhərində özləri bəlkə də izləyirlər. Kimdir bilmirəm. Ancaq mənə telefon açırlar, zəng vururlar. Çiçək xanım, bircə gündə olsa atam, anam arzuluyur ki, Çiçək xanımı görsək bu dünyada rahat ölərik. Valla, bax həmin o tamaşaçıları salamlayıram. O dərəcədə arzulayanlar, o dərəcədə həvəslə yaşayanlar var. Çiçək xanım görmüncə ekran bu üzündə görürlər. Məxsus olaraq bax həmin tamaşaçılar elə Mingəçevirdədirlər onlar da. Salamlayıram burada. Bu verilişdən istifadə eləyib, mən Mingəçevirlilərin doğrudan salamlarını şəxsən sizin ünvanınıza çatdırıram. Mən onları əmin edirəm ki, Çiçək xanım ekranda görsəndiyindən də çox gözəldir. Təşəkkür Və edirəm. canlı sizi Mingəçevirə dəvət eləyəcəm. Allah qoysa, bütün əməkdaşlarınızla birlikdə. Hə, İldirim mənim davam eləyirik. Mən axarınca, bax bu ovqatın axarınca sizdən şeirlərinizi almaq istəyirdim. Hər halda sizin şeirləriniz çox duyğusal şeirlərdir. Ancaq bilmirəm, sazın müşayiətindən nələr gələcək. Yetirin o şeirlərinizi bizə zəhmət olmasın. Yenə ayağına gəldik, biraz sevin Gülay dağlar. Çox şey vermisən bizə, qoy söyləyim bil ay dağlar. Gəl qınama qonağını, unudufdu bulağını, yaş bürümüş yanağını, bir öpüşlə sil ay dağlar.
İllər bükənməz dizini, aç göstər gözəl üzünü, mən sevim çəkim nazını, sən canımı alay dağlar. Çox çəkib murovun başı, çatıqdır kəpəzin qaşı, axıbdır gözünün yaşı, olubdur göy gölay dağlar. İldırımda yoxdur cürət, izi cığırına həsrət, köçübdür bəhmən, sücayət, saçlarını yolay dağlar, bir kələmi çalay dağlar. Bircə dəfə qonaq çağıl qəlbinə, ürəyimdən yol götürüb gələrəm, ölüm hökmüm əllərinlə yazıla, gülə-gülə qol götürüb gələrəm. Dərdin neştər, sinəm üstə iz salar, uf demərəm eşqin üstə assalar, qəbrimi yolun üstə qassalar, gülə-gülə bel götürüb gələrəm. İldırıma dərd yazdırdın ağ, qara, qış göndərdin, həsrət qoydun bahara, qıymaram ki kipriklərin yaşara, ağlamağa dil götürüb gələrəm, görüşünə gül götürüb gələrəm, görüşünə gül götürüb gələrəm. İldırım Ərşoğlu'nun dünya ilə yolçuluğu necə oldu? Vallahi dünya ilə Sözünüz yolçuluq. tutdu mu bu dünya ilə? Bilmirəm, elə baxanda bəzən tutur, amma dünya ilə heç kəsin ki tutmur. Məsələn, çox sevdiklərimi deyək ki, aparıb, vaxtsız aparıb, onda tutmur. Amma hər hala... Bəlkə bunlar bir alın yazısıydı, hərənin bir ömür müddəti var, Tanrıdan öz alın yazısı, öz qismət payı var və hər kəs öz ömrünü yaşayır. Burada dünya niyə günahkar olsun ki? Ah, nətər deyirsiniz. O da yəqin mənim subyektiv fikrimdir. Bəlkə dünyada o yaşayan nə qədər insan var, onun hərəsinin öz fikri ola bilər. Bəli. Bu da mənim fikrimdir. Nə bilim, belə ancaq bu cür düşünürəm. Bütün insanlar dünyadan narazıdır. Heç kim də bu dünyadan doymur və dünyadan getmək istəmir. Qardaş, bu dünyaya nə vermişik, ala bilmirik. Çox şey vermişik. Dünya üçün əlləşmişik, çalışmışıq, yaradıb qurmağa. Amma dünya bilmirəm, bəlkə də o belə olmalıdır ki, biz həyatı çox sevək. Çox sevək, bir-birimizin qədrini bilək. Bir-birimizin insan kimi. Səməd Vurğun o qədər gözəl dünya şeirini yazmış ki. Yəni necə yazmış, Yəni, bir bənd necə yazmış, Mikail Mirzənin səsində. Mikail, Allah rəhmət eləsin. Bax, gör neçə sənətkarları burada yad elədik. Təbii ki, Mikail Mirzəyev, Mikail Mirzə gedir dedi. Ancaq sizin səsinizdə Mikail Mirzənin səsinə çox böyük oxşar. Mənim müəllimim olmuşdu Mikail Mirzə. Səs oradan gəlib. Həmişə bilmirəm da, elə zarafat eləyirdi, amma hərdən məsələn onu yamsılamaq belə bir şeydir. Amma Mikail Mirzə olan maraq, adamda hər zaman şeir ruhu var idi. Hər zaman hər bir şeiri Məmməd Araz yaradıcının bütün yaradıcılığını açıb göstərərdi. Məsələn deyir ki, yox, mən şeir almaq istəmirəm. Qısa bir fasilədən sonra Mikail Mirzənin səsində sizlərə o şeir almaq istəyirəm. Sizlərə can sağlığı, dünyadan getmiş ən böyük sənətkarlarımıza isə Tanrıda rəhmət diləyək. Qısa bir fasilədən sonra biz yenə sizlərdəyik. Çiçək xanım, bu gözəl dünya şeirindən danışdıq. Təbii ki, Səməd Vurğunun gözəl bir şeiri var idi. Ulduzlar havanın bağrını dəlir, qayalı dağlardan duman yüksəlir, xəyalım gecəni salama gəlir, çapırdır atını birbaşa dünya. İndi mən hamısını demirəm, bir bəndini dedim. Yəni doğrudan da dünya çox müqəddəsdir. Dünyada Allah rəhmət eləsin Xudu Məmmədova gözəl bir bayatı hər zamanda qaldı. Vaqif Mustafazadə, Hacı Baba Hüseynov gözəl bir zümzümə ilə qalmışdı. Bu qala bizim qala, həmişə bizim qala. Tikmədim özüm qalam, tikmişəm izim qala. Elə belə zümzümələrdə bu qala ey, bizim qayalan ey, həmişə ey, bizim qayalan ey, tikmədim ey, özüm qalayam. Tikmişəm ey, izim qalan ey.
Sağ ol. Neyse, Eşk belə olsun. bir şey. Mikail Mirzədən gəlir. Mikail deyirdi, Allah rəhmət eləsin, Mikail müəllim deyirdi ki, Məmməd Arazın gecəsi idi. Təsəvvür edin ki, gecənin birində istər-istəməz hamı salamat qal oxuyur. Bəlkə bu yerlərə bir də gəlmədim, İncəgül havası üstündə. Gedəndə gördük, sən də sazını götür, biz də Leningradda laureat olub gəlmişik, xatirələr danışım. Dedi ki, sən də sazını götür, gedək orada bir televizora düşərsən də, bir dənə Az TV idi o zamanlar. Və gedəndə gördüm, hər kəs salamat qal oxuyur. Ay Mikail müəllim, mən nə oxuyum? Sən də bir yanıq körəmdən zaddan bir şey çalarsan, mən çıxdım səhnəyə. Və o zamanlar bir Şəril havası üstündə bir şeir dedik, onu oxuduq. Ana yurdum, hər daşına yüz qoyum, hər dərəndə çaldığım saz yaşayır. Kimi sənin çiynində sən, kiminin şöhrətin yaşadan az yaşayır. Bu gileydən qəlbim yaman xallanır. Çox ünvanda qaçaq tərif yallanır. Bir ağlım budağından sallanır. Neçə-neçə ağlı dayaz yaşayır. Hey gülüm, bir də görüşünə yubansam, adımı tut, harda dağlar dumansa, gözünü sıx, hansı daşda su yansa, o daş altda Məmməd Araz yaşayır. O daş altda Məmməd Araz yaşayır. Belə bir Təşəkkürlər, təşəkkürlər. Növbəti ifa gəlir yəqin ki. Növbəti ifa Naxçıvanın havası üstündə ağarmayla ay saçlarım rəhmətlik Azaflı Mikailin sözlərini ifa etmək istəyirəm. Camanlığın ay, mühəbbətin ay, eşqin ay. Camanlığın ay, mühəbbətin ay, eşqin ay. Ağarmayla ay saçlarım ay, amandır ölürəm mən, amandır ay sonam, ölürəm mən ay canan, amandır, amandır. Əhdi peyman ay, güzil qaray, eşqin ay. Əhdi peyman ay, güzil qaray, eşqin ay. Ağarmayla ay saçlarım ay, amandır ölürəm mən, bel olmaz ay canan, ölürəm mən ay sonam, amandır, amandır. Haqq aşığı yaranıbdı qəm çəkə, saldım ürəyimə qara xal ləkə. Ant verirəm saf vicdana məsləkə, ağarmayla ay saçlarım amandır. Abələn elə bildim ey dağ başının ay balam qaralım. Elə bildim ey dağ başının ey qaralım. Ayaz vur boyu çiçəkləri, sararlı bacaylan, sararlı batarlan, ölürəm mən ay canan, amandır, amandır. Görən deyir oy, aşıq ay qocalır. Görən deyir oy, aşıq ay qocalır. Ağarmayla ay saçlarım oy, amandır ölürəm mən, bel olmaz ay sonam, ölürəm mən ay canan, amandır, amandır. Azaflıyam, ağ saqqalım bir yana, bəzən saçlar da deyirlər, amma saçdan söhbət gedirsə, saqqal bir yana qalsın, saç ağarmasın.
Azaflıyam, ağ saqqalım bir yana, gənclik getdi, oldum dəli divana. Deyəcəklər dözənmədi hicrana, bəzən zindana da deyirlər. Amma hicranın içərisində zindan da gedir. Deyəcəklər dözənmədi hicrana, ağarmayla, ay saçlarım amandır. Abenen azaflıyam oy, ağ saqqalım oy, bir yana. Azaflıyam ey, ağ saqqalım oy, bir yana. Gençlik getdi, oldum deli, divana ay balam, divana ay sonam, divana, divana. Deyəcəklər oy, dözəmədin oy zindana. Deyəcəklər oy, dözəmədin oy hicrana. Ağarmayla, ay saçlarım oy, amandır ölürəm mən, bel olmaz ay sonam, ölürəm mən ay canım, ölürəm məni. Sizə sağ ol demək azdır. Çox sağ olun. Vallahi azdır. Vallahi mən nə elədim ki, bu təbii ki, mən hələ 80% çıxış edirəm, çünki biraz yol gəldik. Səsiniz Ona görə yorğundur. biraz səsim yorğun kimi ola bilər. Tamaşaçılarımız başqa bir zamanda gözəl bir qarşılaşma ilə yenə qarşılaşacağıq. Və mən inanıram ki, belə gözəl, təmiz ruhla, təmiz qəlblə gözəl bir ansamblla mən bu gün tanış oldum. Çox da gözəl bəyəndim. Uğurlar arzulayıram. Sizlərin çünki ürəyiniz, qəlbiniz o qədər təmiz, müqəddəsdir ki, vallahi sizin verilişdə hər şey gözəldir. Biz Hər bir sizin şey ifalarınızdan doymadıq. Neyini? Estağfurullah. Mən qardaşlarım var hələ. Yəni heç kim burada sıxılmasını istəmərəm. Yəni hər kəs eyni olsun. Bilmirəm tərəzi burcuyam mı deyə, yoxsa Tərəzdə balansı gözləyək. Təşəkkür edirəm. Mən elə bilirəm ki, Oktay müəllim də, İldırım müəllim də çox yüksək bir səviyyədə zövq aldınız. Oktay müəllim, Həzrət Mövlana deyirdi ki, eyni dildə danışanlar deyir, eyni duyğunu daşıyanlar bir-birini daha gözəl anlar. O baxımdan eyni duyğunu daşıdığımızda bəlkə bir-birimizi daha gözəl anlarıq. Əgər duyğular üst-üstə düşürsə, o zaman elə üst-üstə düşəcək bir ifanızı alarıq. Verilişin son məqamlarında yəqin ki böyük məmnuniyyətlə olacaq. Alınar yəqin ki sürpriz olaraq var elə bir şey. İnşallah o ifanı alarıq. Buyurun İldırım müəllim, sizin də. Yəni bu təəssüratınızı, bu verilişdə aldığınız ovqatı istəyirəm biləm. O ovqat mənim üçün ömrümün belə deyək də sonuna qədər yaşayacaq bir ovqatdır. İki müğənninin ikisi də o məni Qarabağı bir də Gəncənin ortasında yaşatdı. Və Tovuzlu qardaşımın onun tanışlığıma da son dərəcə məmnun oldum. Niyə? Çünki həqiqətən gözəl sənətkardır. O sintez deyirik. Məsələn, deyək ki, dünyanın qarşısına çıxıb o mahnımızın birini oxuyursa bizi tanıyırlar. Deməli, bizim favoritlərimiz də var. Mən İlhamı heç Azərbaycanı türk bilirəm. Eləmi? Türk dünyasının bir yaradıcı bir... Valla siz tilsimi qırdınız. Çünki Azərbaycan Türkiyədə sual verəndə ki, nədən Azərbaycan televizyonda görsənmirsiniz İlham bəy? Mən belə çox duruqdum, çünki Türk ölkələrinə çox gedirəm. Amma valla bizim televiziyada çox jurnalistlərimiz də açıq söyləyək. Mən səmimi insanam. Göründüyün kimi ol, olduğun kimi görün Mövlanənin sözüdür. Və istedadlı gənclərimizin çoxunu özləri dəvət eləməlidir. Çünki hər kəs gedib söyləyə bilmir, kimsə məsələn başqa, amma bu bizimdir də, hər halda bizimdir. Bax, sizə çox dərin təşəkkürümü bildirirəm ki, valla o qədər gözəl Türkiyədə qarşılandı ki, o qədər Çiçək xanım deyə verilişinə biz hamımız seyr edirik, internetdən də baxırıq, başqa yerdən də. Çünki siz o ruhu daşıyırsınız. Bax, o ruhu daşıyan mən inanıram ki, elə jurnalistlərimiz var. Amma bir insafa gələk, tilsimi sındıraq, o bölgə doğrudan da elə bir istedadlı gənclərimiz ola bilər. Onları yetirək, bir ekrana gətirək, SMS-i burax, SMS-lə olmasın. Yəni
yəni təbii, Əsl sənət. təbii olsun. Belə necə ki, O Səs Türkiyə var ha. Bəli. Məsələn, Türkiyədə O Səs Türkiyə. Bax, elə bir səviyyəli bir proyekt, layihəm olsun, projem olsun və gör nə qədər istedadlı insanlar üzə çıxır. Mən bunu istərəm. Çünki onda Azərbaycan olur. Çünki o istedad elə bir şeydir ki, onu daha da gül kimi açarsan, ona ömür verərsən, o daha da açar. Onu su verməzsən, bir şey verməzsən, o daha da solar. İlham Bey, bu işin biraz da günahını özünüzdə görürəm. O baxımdan ki, çox, yəni bir abıra həyə bir qısılma var. Özünüzü, o dediniz, o bəziləri kimi qapıdan qovub pəncərədən girmə. Artıq elə deyil, sizə bir məqam söyleyeyim, mən də çox zaman almayayım. Özünüzə çəkilirsiniz və dəvəti gözləyirsiniz. O əslində böyük insanlarda olur o ancaq. Yunus Əmrə deyir, məni məndə demə, məndə deyilən bir mən vardır. Məndə məndən içəri. Bəli. Nəsimidir. Biz ona əstəğfurullah, onlar bizim böyüyümüzdür. Yəni ona bənzət. Yəni bundan nümunə götürmüşük. Yəni tamaşaçılar başqa cür anlamasın. Bunlar bizim müəllimlərimiz idi. Təbii ki, Nizami başda olmaq, Nizami yurdudur bura. Və Nəsiminin vardı. Mən də sığarı ki, can, mən bu cahana sığmazam. Gövhər ilə məkən mənəm, kövnə məkana sığmazam. Amma bilirsiniz, bu mən nə bilim öz dünyamı yaşayıb özümü yaratmaq, nə zamansa mütləq olacaq bu. Tək mən özüm deyil, dostlarımla, qardaşlarımla elə bir əsərlər, elə bir şeylər ortaya gətirmək. Çünki biz səfərlərə gedərkən çox vaxtı məsələn hər zaman orada onu bölüşürdük. Məsələn çırpınırdı Qaradəniz, hər bir zaman söylənirdi. Yəni Azərbaycanın nəyə qadir olduğunu, kim olduğumuzu məsələn mən hər zaman fəxr eləyərdim ki, orada bir bal damla qədər mənim izim varsa. Vallahi. Sizin bir damladan çox deyirsiniz. Hər halda biz bunu çox yüksək dəyərləndiririk. Çırpınırdı Qaradəniz dediniz. Mümkün olarsa, mən bilmirəm, biz proqramımıza nə qədər ifaları sıxışdıra biləcək. Bizim üçün onu oxuyarsınız. Bir qısaca bir fasilədən sonra mən həm Oktay müəllimdən, həm sizdən ifalar almaq istəyirəm. İldırım müəllimin şeirlərinin axarında. Olurmu? Olar, olar. Bir leyli gözlünün izine düştü, bir leyli gözlünün izine düştü. Alışıp yanıram beğenmir beni, alışıp yanıram beğenmir beni. Bir defa kandırılıp yana bakanda, bir defa kandırılıp yana bakanda, ben ilham alırım beğenmir beni, ben ilham alırım beğenmir beni. Ben aylaylayım çağırır özü, çağırır kaşların süzülür göz. Ben aylaylayım çağırır özü, çağırır kaşların süzülür gözü. Verdiği vedeni, verdiği sözü, yadına salırım beğenmir beni. Verdiği vedeni, verdiği sözü, yadına salırım beğenmir beni. Alışıp yanıram beğenmir beni. Dinip danışmayır o nazlı sona, dinip danışmayır o nazlı sona. Çəkdim nalələr yetişmir ona, çəkdim nalələr yetişmir ona. Özgəsi çox deyilsə can deyir ona, özgəsi çox deyilsə can deyər ona. Ah can qurban edirəm beğenmir beni,
yaşları süzülür gözü. Verdiği bədəni, verdiği sözü yadına salıram, bəyənmir məni. Verdiği bədəni, verdiği sözü yadına salıram, bəyənmir məni. Bilməm nə etmişəm yenə yar istəmir məni. Bilmem ne yetmişem yine yar istemir beni. Uymuş rəqibə nazlı nigar istemir beni. Deyərəm gülü səsin ay balam, gülü səsin ay balam, cəhənnəmə xamar istəmir məni. Mənə yəl eyləyib, mənə yəl eyləyib çağırır özü. Çatılıb qaşları, süzülüb gözü. Verdiği bədəni, verdiği bədəni, verdiği sözü yadına salıram, bəyənmir məni. Yadına salıram, bəyənmir məni. Verdiği bədəni, verdiği sözü yadına salıram, bəyənmir məni. Yadına salıram, bəyənmir məni. Oduna yanıram, bəyənmir məni. Alışıb yanıram, bəyənmir məni. Beğendik, əsla beğendik, vallahi beğendik. Çok güzel. Teşekkür edirik. Ola bilməz ki sizi beğenmeye. Bu güzel ifanız için. Oktay müəllim, bu güzel dəstənizə də təşəkkür edirik. Əllərinizə sağlıq. Və Çox sağ olun. Oktay müəllim, siz niyə televiziyalardan belə kənarda qalmısınız? Niyə reklamınız olmuyor? Hə. O biraz qəliz məsələ deyil. Mənim İlham üçün. müəllim ona müəyyən qədər aydınlıq gətirdi. O bayaq dedi ki, mənim içimdə bir mən də var. Bax, o mən bizi biraz kənarda saxlayır. İnşallah, bax, bugünkü verilişimiz, bugünkü məqamımız düşərli olar hər birimiz üçün inşallah. İnşallah. Çünki adı çiçək olanın əməli də çiçək kimi olar, işi də. Təşəkkür edirik. Və bizə də çiçək kimi gələcək yol açdı inşallah. Təşəkkür edirik. Vallahi bəzən özümdən, dəyərimdən çox yüksək dəyər verirlər. Mən də onda özümü yaxşı hiss eləmirəm. Necə ki, İldırım müəllim məsələn, azcana tərifləsə İldırım müəllim necə narahat olur, mən də elə. İldırım müəllim, buyurun şeirləriniz gəlsin. Vallahi yaradanın insafı yoxmuş. Təpədən dırnağa nazdı bu qızlar. Allah Allah. Kərəmi odlayıb bircə baxışla məzunluğa dəlilik yazdı bu qızlar. Nurdular, göylərdən süzülübdülər. Yolumuz üstünə düzülübdülər. Həm cəllad, həm hakim kəsilibdilər. Qanqada gətirən sözdür bu qızlar. Önündə çöktürüb xan qazanı da, Füzuli eyləyib dərd yazanı da, Dədə Qorqud kimi bir ozanın da qəbrini sevgidən qazdı bu qızlar. Burla xatındılar, saçları burma. Ses götür ay oğlan, kənarda durma. Sən day qocasan, əlini vurma, yandırar, İldırım. Közdür bu qızlar. Allah bütün qızlarımıza bu səhər-səhər ovqatda xoşbəxtlik qismət eləsin. Başda Çiçək xanım. Təşəkkür edirik İldırım müəllim. Bütün gənclərimiz öz gənclik devrini yaşayır, ancaq bu yaşlı nəsildə bir vaxt cavan olmuşlar, gənclik dövrlərini yaşamışlar və deyirlər ki, dünyada oynanılan ən böyük qumar oyunu elə sevgidir. Sevgini bir qumar oyununa bənzədirlər. Yəni o baxımdan ki, həm ürəyini, həm könlünü, həm özünü o oyunda qoyursan, ya uduzursan, ya udursan bu oyunda. Ümidin yastıqmış başımın altda, deyəsən, veribdi yuxuya məni, çevirdin sevgimi qəmli nəğməyə, çətin ki, bir kimsə oxuya məni. Baxışı üstümdə daşıyırdım ki, hər gün sığal çəksin yanaqlarına. Məni sevdiyini eşitmək üçün nökər dayanardım dodaqlarına. Acını şirini mənə sevdirən, sən demə saçının qoxusu imiş. Üzün al səhərim, gözlərin gecəm, xəyalın ömrümün yuxusu imiş.
Gözün kipriklərdən tonqallar çatıb, yandırıb oduna neçə il məni. İçimdə həsrətin xalısı bitmir, gəlmir ki, vüsalın kəsə ilməni. Xatirən qatarmış yolu içimdə, iştüyür üstümə sığınacaq yox. Aldım vaqonuna sevgi bileti, gördüm mən minəsi dayanacaq yox. Ümidin yastıqmış başımın altda, deyəsən veribdi yuxuya məni. Çevirdin sevgimi qəmli nəğməyə, çətin ki bir kimsə oxuya məni. Qoy sizin sevgiləriniz heç vaxt Belə çıxır ki, sevgi qatarına bilet tapanmıyırsınız, hə? Biletsiz qalmısınız. Yox, elə də demək olmaz. Elə də demək olmaz o baxımdan ki, yoxsa belə şeirlər yaranmazdı. Nə bilim, o da olur da bir anda gəlir, yazılır, nə bilim, yaşanmış duyğu olur, yazılır. Bəli. O, nə bilim, ilk sevgi Şeir talih deyil ki, ani məqamda gələn hisslərdir, duyğulardır, təbii ki. Bəli, düz. Bəli, bu sevgi hisslərini elə biz bu şeirlərin axarında bizə məqamı düşdükcə çatdırır, çox gözəl ovqata köklürsünüz. İlham Əskəroğlu elə bil mənlə aparıcılıq eləməliydiniz, bahəm idik. Yəni nə ilə davam eləyirdik bu zaman? Yox, valla sizə üstünlük veririk, çünki siz hər zaman bu verilişin, yəni özüsünüz, sizin evinizdəyik. Çünki bu gəncə biz qonaq gəldi gedərik, amma yenə də hər zaman ruhumuzda, qəlbimizdəsiniz. Mən siz gözləmədiyiniz halda verilişin önündə dedim ki, gözləmirdiniz. Dedim ki, İlham Əskəroğlu ilə verilişi bahəm aparacaq. Hətta bilmədiniz ki, bu məqam sizi gözləyir. Elə bilin ki, verilişi sizinlə bahəm aparıq. Yəni, nə ilə davam edirik o zaman? Bir gəlmişkən, mən Qənirə xanımın bir turançılıqla bağlı gözəl bir şeir vardı. Onunla da bir giriş vermək istəyirəm. Qənirə Paşayevanın sözləridir. Və sonra təbii ki, Əhməd Cavad, Üzeyir bəy çırpınırdı Qaradəniz, baxıb Türkün bayrağına. Qaradənizdə Türkiyənin bayrağı dalğalanan kəmi keçərkən özləm hissindən Batum da həbsdə yatır Əhməd Cavad. Özləm hissindən bir şeir doğur. Çırpınırdı Qaradəniz, baxıb Türkün bayrağına. Ah, ölmədən bir görsəydim, düşə bilsəm toprağına. Çırpınacaq Qaradəniz, çırpınacaq göy Xəzər də, çırpınacaq bir çox dəniz, baxıb Türkün bayrağına. Bayraqlar da qoşulacaq, Turan, Turan, Turan deyən milyonların haqq səsinə. Dənizlər də yol verəcək, Turan, Turan, Turan deyən milyonların nərəsinə, milyonların nərəsinə. Çırpınırdın Karadeniz, baxıb Türkün bayrağına. Çırpınırdın Karadeniz, baxıb Türkün bayrağına. Ah, ölmədən bir görsəydim, düşə bilsəm toprağına. Ah, ölmədən bir görsəydim, düşə bilsəm toprağına. Sırmalar sarsam qoluna, incilər dizsəm yoluna. Sırmalar sarsam qoluna, incilər dizsəm yoluna. Fırtınalar dursun yana, yol ver Türkün bayrağına. Fırtınalar dursun yana, selam Türkün bayrağına. Kafkaz
yaşam katacağız, Qarabağdan aşacağız. Türklü yaşam katacağız, Türk'ün şanlı bayrağını Turan ile asacağız. Türk'ün şanlı bayrağını Turan ile asacağız. Azerbaycan bayrağını Qarabağdan asacağız. Azerbaycan bayrağını Qarabağdan asacağız. Sonra da Çiçek kızım deyir ki İldırım müəllim niyə ağlayır? İldırım müəllimin axarınca şeiri gələcək yəqin ki. Bu Gələcək. Türkün bayrağından sonra bütün Turan elində bax bu Türkün bayrağı daim dalğalansın və Azərbaycanımızın bayrağı ilə Qarabağımızda inşallah davransın. inşallah. Gəlir İldırım müəllimdən növbəti Bu dünyaya çıxış yolum, tariximə baxış yolum, qılıç salan əlim, qolum, cürətimdir bayrağım. Xocalıda axan qanım, elə qurban gedən canım, mübarizim Cavad xanım, qeyrətimdir bayrağım. Qəlbimizdən doğan günüm, haqq bağıran səsim, ünüm, ant yerim, imanım, dinim, sərvətimdir bayrağım. Alnıma yazılan yazım, gələcəyə baxan gözüm, yurdum, Azərbaycan sözüm, millətimdir bayrağım. Bayrağımıza və millətimizə qurban olun. Amin. Allah həmişə onu uca eləsin, bütün Türkün bayraqlarının içərisində. Amin. Allah Amin. sizin canınızı sağ eləsin. Bayrağımız bizim qürurumuz, bayrağımız qeyrətimiz. Daim bayrağımız yerlənsin başımız Amin, üzərinə, amin. bayrağımız dalğalansın. Və bu gözəl mahnıdan sonra özüm də getdim hansı məqamlara çox özümə ən sevdiyim mahnılardan biridir İlham bəy. Vallahi mən çox istərəm ki, bizim səfərlərimizin birində mütləq siz bizlərlə o yerlərə gedəsiniz. Allah qismət eləsin. Mütləq. Aşıq musiqisinin təbliğindən biraz danışmaq istəyirəm. Siz eyni zamanda həm də sazımızın peşində duran bir sənətkarmısınız. Bir şeyin İlham içərisində. Əskəroğlu sazda nə yenilik eləyir? Məsələn, mən yenilik bu ki, Koroğlu operasında deyək ki, bir şikəstə var. Üzeyir bəy onu yazmışdı. Mən onu sazda çalıb ifa eləyə bilərəm. Nazlı yarım vəslə çatdım, keçdi hicran günləri. Nazlı yarım vəslə çatdım, keçdi hicran günləri. Hey aşıqəm mən kuy dilbər, vəsli canan istərəm, vəsli canan dəvli hicran, vəsli canan dəvli hicran, zülfü reyhan qəlbi viran, dil pərişan günləri. Bir qanatsız bülbüləm mən, dərdə düşmüşsün büləm. Bir qanatsız bülbüləm mən, dərdə düşmüşsün büləm. Hey aşıqəm mən kuy dilbər, vəsli canan istərəm, vəsli canan dərdi hicran, vəsli canan dərdi hicran, zülfü reyhan qəlbi viran, dil pərişan günləri. Siz
siz dayanmasanız, inanın ki mən sizi dayandırmaram. Vallahi Dayandırmaram. Ruhunuza Çox sağlıq. Çox estağfurullah, gözəl. Vallahi çox sağ olun. ləzzət elədi, ləzzət elədi. Təşəkkür eləyirik. Ancaq verilişimizin sonuna doğru yaxınlaşmaq üzrəyik. Hansı ifaları çatdırıb vermək istəyirsinizsə, o zaman seçim sizin özünüzdə. İldırım müəllim, bax son olaraq bəlkə elə bütün iştirakçıların adından bizim tamaşaçılara elə son sözü bəlkə siz yetirəsiniz. Hər halda musiqiçilərimiz öz musiqilərinlə bağlayacaqlar verilişimizi. Mən tamaşaçılarımıza həmişə ürəklərində belə gözəl verilişlərə yer ayırmasını arzulayıram. Tamaşaçılarımıza deyirəm ki, mütləq belə verilişlərə qulaq asın, onsuz da mənsiz də qulaq asırlar. Bizim bax bu qardaşımız, sonra mənim bu dostum, bunlar son dərəcə gözəl ovqat verdi bizə, mənə və inanıram ki, tamaşaçılar Allah qoysa belə xeyirli səhərləri hələ çox olacaq, ömürlərinin sonuna tapacaq xanım. Bəli, istəklilərimiz, bax, beləcə verilişin gəlib sonuna yetdik. Müdriklərimizdən biri belə deyib ki, məscidləri qırmaq olar, səcdəgahları qırmaq olar, hər şeyi sındırmaq, qırmaq olar. Fəqət bir insan ürəyindən, insan könlündən başqa. Çünki insan ürəyində, insan könlündə yalnız Tanrı yerləşir. Allah o ürəklərdə, o könüllərdədir. Və könül almağı bilməyənə ömür əmanət edilməz deyirlər. Bizim də işimiz könüllər yapmaq, könüllər almaqdır. O məqam, o dəm, bizə ayıracağınız o vaxtı, o zamanı ömrümüzdən, günümüzdən kəsib bizə əmanət edirsinizsə, əsla xəyanət etmərik. Vallahi biz ayırdığınız vaxtda bir gözəl musiqi ilə sizlərdən ayırıb Tanrının əmanətində olarsınız deyirik. İnşallah görüşərik. Səndən mənə bir ömürlük xatirə, məndən sənə nə qalacaq bilmirəm. Səndən mənə bir ömürlük xatirə, məndən sənə nə qalacaq bilmirəm. Çətindir daş üstündə daş düzülər, niyə uçdun bu qalacaq bilmirəm. Çətin bir də daş üstə daş düzülər, niyə uçdu bu qalacaq bilmirəm. Günlər mənə gün yazmağı yoldu, gülüm gülüm güllərimi unutdu. Günlər mənə gün yazmağı yoldu, gülüm gülüm güllərimi unutdu. Bu sevgiden kim uduzdu, kim uddu, peşimanı kim olacak bilmirəm. Bu sevgiden kim uduzdu, kim uddu, peşimanı kim olacak bilmirəm. Mən arazam səsim tutdum arazlı, hay yürüdüm, hay yoruldum, hay arazlı. Mən arazam səsim tutdum arazlı, hay yürüdüm, ha çağırdım, hay arazlı. İndi qaha qaynar təbim ayazlı, isiner mi bu oduca bilmirəm. İndi qaha qaynar təbim ayazlı, isiner mi bu oduca bilmirəm. Günlər mənə gün yazmağı unutdu, gülüm gülüm güllərimi qıratdı. Günlər mənə gün yazmağı unutdu, gülüm gülüm güllərimi qurutdu. Bu sevgiden kim uduzdu, kim uddu, peşimanı kim olacak bilmirəm. Bu sevgiden kim uduzdu, kim uddu,
peşimanı kim olacak bilmirəm. Kim uduzdu, kim uddu, pişmanı kim olacak bilmirəm. Bu sevgiden kim uduzdu, kim uddu, pişmanı kim olacak bilmirəm. Bu sevgiden kim uduzdu, kim uddu, pişmanı kim olacak bilmirəm. Bu sevgiden kim uduzdu, kim uddu, pişmanı kim olacak bilmirəm.